Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar. Ombudsman hesabatı ilə yaxından tanış olmuşam və deyə bilərəm ki, keçən il Ombudsman İnstitutu vətəndaşların hüquq və qanuni mənafələrin qorunması istiqamətində çox səmərəli fəaliyyət göstərmişdir. Detallara varmadan yalnız bir rəqəmi xatırlatmaq istərdim, yəni təkrar etmək istərdim ki, hesabat müddətində 42.681 nəfər vətəndaşın yaxud da şəxsin Ombudsman İnstitutuna müraciət etməsi onu göstərir ki, bu quruma ictimaiyyət tərəfindən yüksək inam var. Hesabatda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin sistemləşdirilməsi, müraciətlərin müxtəlif kateqoriyadan olan şəxslərə əhatə etməsi, habelə problemlərin həlli ilə bağlı konkret nümunələrin təqdim olunması da müsbət qiymətləndirilməlidir və düşünürəm ki, ümumiyyətlə Ombudsmanın hesabatında qaldırılan məsələlər aidiyyatı qurumlar tərəfindən öyrənilməli və onların, yəni Ombudsman irəli sürdüyü tövsiyələr nəzərə alınmalıdır. Hörmətli həmkarlar, hesabatda bu və digər formada toxunulan məsələlərlə bağlı bir neçə məqam diqqətinizə çatdırmaq istərdim. Birinci, ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırması ilə bağlı olan məsələ. Bilirsiniz ki, bu Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Əgər vətəndaşın vergi və digər məcburi ödənişləri varsa, qanunvericiliyə əsasən onun ölkədən çıxmasına məhdudiyyətlər qoyula bilər. Lakin praktikada müəyyən problemlərlə biz üzləşirik. Belə ki, bəzi vergi borcu olan şəxslərə öncədən xəbərdarlıq edilmədən, bildiriş göndərilmədən bələdiyyə orqanlarının müraciət əsasında icra qurumları tərəfindən onların ölkədən çıxmasına məhdudiyyətlər qoyulur. Və bu da ciddi problemlər yaradır. Çünki bilirsiniz ki, məhdudiyyətlərin qoyulması son addım kimi nəzərdə tutulur. Ona qədər müəyyən mərhələ keçirilməlidir. Vətəndaşın vergi borcu olması ilə bağlı müvafiq işlə aparılmalıdır. Adam gedir, hava limanına ailəsinə səyahət etmək istəyir və bəlli olur ki, onun haqqında məhdudiyyət qoyulur. Belə olan halda isə təbii ki, vətəndaşlarımız narazı qalır və mənə belə gəlir ki, bu məsələyə ciddi yanaşılmalı və aidiyyatı qurumlar bu istiqamətdə olan boşluqları aradan qaldırmalıdırlar. İkinci məsələ tibbi xidmətlərin göstərilməsilə bağlıdır. Hesabatda da qeyd edildiyi kimi, ölkədə hələ də həkimlik hüququ olmayan, cərrahi əməliyyatlar həyata keçirən və lisenziyasız fəaliyyət göstərən tibbi müəssisələr olması əlbəttə ki, ciddi narazıçılıq doğurur. Biz ki, bundan bağlı da mətbuatda bir neçə ay öncə məlumatlar getmişdir. Məhz belə fəaliyyət nəticəsində insanlar ya həyatını itirir, yaxud onların sağlamlığına ciddi zərər dəyir. Belə çıxır ki, əgər bu istiqamətdə şikayətlər olmasa, həmin müəssisələr yaxud da həkimlər, dırnaqarası həkimlər fəaliyyətlərini davam etdirəcəklər. Bu baxımdan aidiyyatı qurumlar da bu məsələyə çox həssaslıqla yanaşmalı və vaxtında bu cür qanunsuz fəaliyyətin qarşısı alınmalıdır. Digər bir məsələ icbari tibbi sığorta ilə bağlıdır. Əlbəttə, hər şeydən öncə onu deməliyəm ki, son illər icbari tibbi sığorta ilə bağlı Azərbaycan çox böyük işlər görübdür və bu sistemin oturması üçün dövlət tərəfindən artan dəstək hər il yüksələn xərclər artır. Bununla yanaşı, tibbi sığorta çərçivəsində hər xəstəyə görə həkimə ödənilən vəsait də hesab edirəm diqqətə alınmalıdır və bildiyim qədərilə bu vəsait təxminən 2 manat 40 qəpik arasında dəyişir. Ona görə də yaxşı olardı ki, bu vəsaitə yenidən baxılsın. Çünki vəsaitin az olması istər-istəməz həkimlərin motivasiyasına təsir edir və ölkədən ixtisaslı həkimlərin xarici getməsi məsələsini daha da stimullaşdırır. Eyni zamanda vətəndaşların tibbi sığortadan istifadə edərkən xəstəxana seçimi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya ən azı seçim imkanlarının genişləndirilməsi məsələsinə də baxmaq lazımdır. Belə ki, bu məhdudiyyətlər səbəbinə məsələn uzun illər bir həkimin nəzarətində olan vətəndaş həmin həkim onun sığorta sisteminə daxil olmayan müəssisədə çalışmadıqda xəstə ya bu xidmətdən məhrum olur, ya da sığortadan yararlana bilmir. Ona görə yaxşı olardı ki, xəstələrə həkim seçimində sərbəstlik verilsin. Və nəhayət sonuncu məsələ, bilirsiniz ki, bu barədə ictimaiyyətdə müəyyən fikirlər də var, narazıçılıq ifadə olunur. Bir sıra supermarketlərdə məhsulların üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərqlər var və bu təbii ki, yüksək fərqdir və beləliklə vətəndaşlar faktiki olaraq aldanılırlar. Hesab edirəm ki, bu məsələdə aidiyyatı qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır və bu cür qanunu pozan qurumlara yaxud da hüquqi şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Ümumilikdə hesabatın qənaətbəxş hesab edirəm və onun nəzərə alınmasını təklif edirəm. Diqqətinizə görə təşəkkürlər.